Ailədə nə baş verməlidir ki, uşaq nə hiss etməlidir ki, evdən qaçsın? Sevinç xanım, 2 məqam ola bilər. Birincisi qorxu, Mhm. ikincisi artıq dözə bilməmək. Məsəl üçün, qorxu dediyimiz nədir? Olunan hər hansı bir hadisə, hər hansı bir bəlkə yanlış davranış, bəlkə adi elementar həmin o dostluq münasibəti, bəlkə elementar hər hansı bir yazı belə, yəni evdə olunan valideynlər tərəfindən qəbul oluna bilməyəcəkdir və bunun çox ciddi cəzası olunacaqdır. Yəni sırf buna görə qorxu ola bilər və sırf bu qorxudan qaçmaq üçün olan bir qaçış ola bilər. İkincisi etap nə ola bilər? İkinci etap ola bilər ki, uşaq evdə olan davamlı o emosional təzyiqə artıq dözə bilmir. Bunların səbəbləri çox ola bilər. Ata-ana arasında olan mütəmadi olaraq mübahisələr, evdə yaşanan hər hansı bir qayda, qoyulmuş bir qaydalar arasında ziddiyyət, atanın və ananın qoyduğu bir qaydalar arasında çox böyük bir ziddiyyət və uçurumlar və yaxud da cəmiyyətdə olanlarla evdə olanlar arasında çox böyük uçurum və ziddiyyətlər, hansı ki, emosional olaraq uşaq bunu qaldıra bilmir ki. Yəni qapıdan ayağını bayıra qoyduğun zaman hər şey tamam başqa cürədir. Addımın içəri olduğu zaman mən burada güvənsizəm. Demək ki, sənin artıq emosional olaraq o evdə ciddi bir dözülməz bir məqamlar var ki, uşaq özünü sadəcə qaçmaqla tənzimləyə bilər. Və yaxud da başqa bir hal ola bilər ki, uşaq bunu diqqət çəkmək üçün edir. Cəzalandırmaq üçün. Cəzalandırır, bəli. Birinci halda o cəzalanmaqdan qorxur. İkinci halda emosional təzyiqdən və fərqlilikdən dözə bilmir. Üçüncü halda isə o özü sadəcə cəzalandırır. Bu cəzalandırmanın özü də həmin o iki əsas məqama bağlı ola bilər. Qorxur və mütəmadi olaraq cəza aldığına görə bu dəfə özü cəzalandırır. İkincisi, təzyiqlərə dözə bilmədiyinə görə üsyan edir və üsyanı sadəcə bu şəkildə olaraq da cəzalandırır.